Dərs 13. Obyektlərin yerinin və ölçülərinin dəyişdirilməsi. Bildiyimiz kimi şəkil, mətin və başqa obyektlərin ölçüsünü, yerini dəyişmək, onları döndərmək olar. İlk növbədə yeni boş slayd yaradaq və slaydımızın maketini boş olaraq seçək. Slaydımızın tərtibatını dəyişək. Tərtibatını dəyişmək üçün biz başqa üsuldan istifadə edək. Razmetka slayda yazılan sahənin sağ tərəfində olan ox işarəsini sıxaq və Design slayda deyilən nümunəni seçək və istənilən nümunə formasını, yəni tərtibat formasını biz bura tətbiq edək. Deyək ki, qara, orbit formasında. Ümumiyyətlə, obyekt çəkmək üçün rəsm alətlər panelinin elementlərindən istifadə etməyimiz kifayətdir. Və bu elementləri biz artıq Word proqramında öyrənmişik. Müxtəlif avtofigurların çəkilməsi üçün avtofigur deyilən xüsusi bir menü var və eləcə də xətlərin və ox işarələrinin çəkilməsi üçün burada ox işarəsi mövcuddur. Düzbucaqlı, oval işarələrinin çəkilməsi üçün də həmçinin burada müəyyən elementlər mövcuddur. Və obyektlərin ümumi qeyd olunması üçün isə Vыбор obyektov düyməsi var. Obyekt üzərində müəyyən formatlaşdırma əməliyyatlarını aparmaq üçün fonunu dəyişmək, şriftin rəngini dəyişmək, xətlərin rəngini dəyişmək, kölgə vermək, həcm vermək kimi əməliyyatlar ardıcıllığı da həmçinin burada təsvir olunur. İlk növbədə biz istənilən bir fiqur bura qeyd edək. Məsəl üçün, deyək ki, düzbucaqlı çəkmək üçün düzbucaqlı üzərində sol düyməni bir dəfə sıxdıq və bu zaman kursorumuza konkret, belə deyək, müəyyən üstəgəl işarəsi bərkidildi və sol düyməni sıxıb saxlamaqla istənilən bir düzbucaqlı çəkək. Düzbucaqlığımızın fonu mavi rəngdə oldu. Bu onu göstərir ki, bizdə qəsdən sonra qəbul olunmuş rəng mavidir. Əlbəttə, zövqümüzə uyğun biz əvvəlki dərsimizdə öyrəndiyimiz kimi fiqura müxtəlif formatlaşdırma əməliyyatları vermək olar. Biz bunun üzərində toxunmayacağıq. Və digər bir fiquru, məsəl üçün, deyək ki, oval işarəsini çəkək və oval işarəsini isə onun üzərindən çəkək. Gördüyümüz kimi, iki fiqur bir-birinin qarşısında yerləşdi. Oval işarəmizə, yəni fiqurumuza digər bir rəng, məsəl üçün, deyək ki, qırmızı rəngi tətbiq edək. Bunun üçün biz Другие цвета deyilən hissəni seçirik və qırmızı rəngi seçib OK düyməsini sıxırıq. Biz istənilən obyekti, yerini, ölçülərini dəyişə bilərik. Əlbəttə, obyektin üzərində sol düyməni sıxdıqda burada müəyyən dairəvi yumru dairələr görürsünüz. Bu onu göstərir ki, biz istənilən vaxtda obyektin ölçülərini dəyişə bilərik. Bunun üçün kursor yumru dairə üzərinə yaxınlaşdırılır. Hər iki tərəfi ox yarandıqdan sonra mausun sol düyməsi sıxılır və bu zaman fiqurun ölçülərini istənilən qaydada böyüdə bilərik. Gördüyümüz kimi fiqurun ölçüləri böyüdür. Həmçinin istənilən sahədə yaradılmış iki xətli ox vasitəsilə biz fiqurun ölçülərini və ya diametrini eləcə də kiçildə bilərik. Gördüyümüz kimi bu adi qaydada həyata keçirilir. Fiqurun üzərində yaşıl nöqtə varsa, bu onu göstərir ki, biz fiquru istənilən vaxtda döndərə və müəyyən bucaq altında yerləşdirə bilərik. Məsəl üçün, yaşıl nöqtə deyilən sahəyə biz kursorumuzu yaxınlaşdırdıqda, bu zaman xüsusi bir, belə deyək, kursorumuz xüsusi bir yumru ox işarəsi ilə əvəzlənir. Sol düyməni sıxıb saxlamaqla biz fiqurumuzu istənilən bucaq altında, məsəl üçün, deyək ki, müəyyən bucaq altında, deyək, 45 dərəcə bucaq altında döndərdik. Əlbəttə, rəsm alətlər lövhəsində müəyyən bir ardıcıllıq deyilən anlayış var. Yəni, gördüyümüz kimi bizim ovalımız düzbucaqlının qarşısında yerləşir. Əgər biz oval çəkdiyimiz fiquru düzbucaqlının arxasında yerləşdirmək istəyiriksə, bu zaman ardıcıllığı dəyişməliyik. Adətən belə hallar demək olar ki, fiqurların çəkilməsi, mətnlərin daxil edilməsi zamanı çox tez-tez baş verir. Bunun üçün ilk növbədə bu seçimi ləğv etmək üçün əlbəttə xüsusi Vыбор obyektov düyməsi üzərində bir dəfə sol düyməni sıxaq və bu zaman seçim ləğv olundu. İstəndiyimiz fiquru hansısa fiqurun arxasında və yaxud əvvəlində yerləşdirmək istəyiriksə, həmin fiqur qeyd olunmalıdır. Действие deyilən sahə üzərində sol düymə sıxılır və bu zaman порядок, yəni sıralama və ya ardıcıllıq deyilən xüsusi sətr seçilir və açılmış kontekst menyudan Nazadный plan, yəni arxa plana yerləşdir. Və sol düyməni sıxdıqda gördüyümüz kimi oval işarəmiz düzbucaqlı fiqurun arxasında yerləşdirilir. Əlbəttə, fiqur üzərində müxtəlif formatlaşdırma əməliyyatları bayaq qeyd etdiyim kimi aparmaq olar. Məsəl üçün, biz fiqura həcm tətbiq eləyə bilərik. Deyək ki, həcmi bu şəkildə olsun. Və yaxud da kölgə verə bilərik fiqura. Müəyyən bir kölgə ilə əvəzləndi və gördüyümüz ki, kölgə burada göy rənglə ifadə olunur. Və bu kimi sadə əməliyyat ardıcıllıqlarının hər bir fiqurun üzərində tətbiq etmək olar.
Fiqura konkret ölçü də vermək mümkündür. Məsəl üçün, deyək ki, düzbucaqlımızın ölçüsü 9 sm eninə, 5 sm hündürlüyünə olsun. Bunun üçün düzbucaqlı seçilir, üzərində sağ düymə sıxılır, format avtofiqura deyilən əmr seçilir. Və avtofiqura adlanan xüsusi pəncərənin razmer, yəni ölçü deyilən səhifəsi seçilir. Və vüsata hissəsində biz 5 sm göstərdik klaviaturada və şirinə hissəsində 9 sm. Saxranit proporsiya sətr seçilərsə, bu zaman tarazlıq qorunmaq şərti ilə fiqurun ölçüsü dəyişdirilir. Və OK düyməsini sıxdıqda, bu zaman 9 sm eninə və 5 sm hündürlüyünə olan konkret düzbucaqlı aldıq. Bu da PowerPoint proqramında konkret dəqiq işlərin, dəqiq fiqurların çəkilməsinə, xüsusən çerkyor işlərində bu fiqurlar tətbiq olunur. Bu cür işlərin həyata keçirilməsində PowerPoint proqramı demək olar ki, istifadəçinin belə deyək, yardımına gəlir. Əlbəttə, saxranit proporsiya biz verməsək nə baş verəcək? Bu sual da oluna bilər. Saxranit proporsiya vermədik, OK düyməsini sıxdıq. Fiqurumuzda əlbəttə müəyyən dəyişiklik baş verdi. Lakin saxranit proporsiya əmri seçilərsə, bu tarazlığı qorumaq şərti ilə fiqurdakı göstərilən ölçüləri konkret fiqura tətbiq edir. Dərsimiz bura qədər. Çox sağ olun.